Ticarət, iqtisadi və sahəvi əməkdaşlıq, Avropa inteqrasiyası məsələləri, iki tərəfli münasibətlər və digər vacib mövzular Gürcüstanın baş naziri ilə Serbiya prezidentinin bugünkü birgə bəyanatlarında əsas müzakirə mövzuları olub. Gürcüstanın baş naziri İrakli Qobaxidze bildirib ki, Serbiya tərəfinin ölkəyə ilk prezident səfəri iki tərəfli münasibətlər üçün dönüş nöqtəsi hesab oluna bilər. Aleksandr Vučić isə qeyd edib ki, Serbiya Respublikası Gürcüstanın nailiyyətlərini yüksək qiymətləndirir və Gürcüstan 2012-ci ildən bugünə qədər möhtəşəm nəticələr göstərib. Onun sözlərinə görə Serbiyada hamı bilir ki, Gürcüstanın iqtisadi artım göstəricisi ilin birinci rübündə 9,3% olub və Avropada buna bənzər göstərici yoxdur. Buna görə də Serbiya Gürcüstanın təcrübəsindən çox şey öyrənir. Gürcüstan dəmir yollarında korrupsiya sxemi ilə bağlı 8 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Keçmiş direktor David Peradze isə qiyabi şəkildə ittiham olunub. Bu barədə Dövlət Təhlükəsizlik Xidmətində keçirilən brifinqdə məlumat verilib. Brifinqdə bildirilib ki, Gürcüstan dəmir yollarının keçmiş rəhbər şəxsləri şirkətdə işlədikləri dövrdə korrupsiya sxemlərindən istifadə edərək müxtəlif cinayət üsulları ilə dövlətə məxsus külli miqdarda vəsaiti mənimsəyib və qanunsuz yolda əldə edilmiş əmlaka qanuni görünüş veriblər. İş Gürcüstan dəmir yollarının keçmiş rəhbər şəxslərinin şirkətdə fəaliyyət göstərdikləri müddətdə istifadə etdikləri korrupsiya sxemlərinə aiddir. Dünən Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos bildirib ki, Avropa İttifaqında gələcək üzvlərin hazırki üzv dövlətlərlə eyni səs vermə hüququna malik olmaması ideyası müzakirə olunur. Bu barədə Gürcüstan parlamentinin sədri Şalop Apaşvili sosial şəbəkədə yazıb və qeyd edib ki, üzvlük mərhələsinə keçdikdən sonra Gürcüstanın eləcə digər yeni üzv dövlətlərinin Avropa İttifaqının mövcud üzvləri ilə eyni öhdəlikləri olacaq. Lakin hüquq baxımından onlarla bərabər olmayacaqlar. Praktikada bu o deməkdir ki, Avropa İttifaqı Gürcüstanın milli maraqları üçün mühüm əhəmiyyət kəsb edən məsələlər üzrə qərarları Gürcüstanın iştirakı olmadan qəbul edə biləcək deyə Şalop Apaşvili yazıb. Onun sözlərinə görə bu cür hüquqi ayrı seçkilik Avropa İttifaqının əsas prinsiplərini kökündən dəyişir və demokratiyanın fərqli fikirlərinin mövcudluğunu nəzərdə tutan hissəsinə ziddir. Ukrayna və Moldovanın Avropa İttifaqına üzvlük yolunda ilk klasterin açılması o deməkdir ki, 2023-cü ildə namizəd statusu aldıqdan sonra hər iki ölkə inteqrasiyanın növbəti mərhələsinə keçir. Bu proses ümumilikdə 5 klasteri əhatə edir. İlk klasterin açılması Lüksemburq şəhərində təsdiqlənib. Burada Avropa İttifaqının xarici işlər nazirləri toplaşmışdılar. Avropa İttifaqında bildirirlər ki, bu qərar hər iki ölkənin həyata keçirdiyi islahatlara cavab olaraq qəbul edilib. Assosiasiyalı üçlük ölkələr arasında Gürcüstan üçün inteqrasiyanın yeni mərhələsinin açılmasına görə müxalifət məsuliyyəti hakimiyyətin üzərinə qoyul. Gürcü arzusunda isə Ukrayna və Moldovanın Avropa İttifaqına üzvlüyünə skeptik yanaşırlar. Eyni zamanda hesab edirlər ki, Avropa İttifaqı yeni üzvlər üçün qeyri-bərabər şərtlər tətbiq edə bilər. Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos təsdiqləyib ki, yeni üzvlərin veto hüququnun məhdudlaşdırılması ehtimalı nəzərdən keçirilir. Uzlaşma və vətəndaş bərabərliyi məsələləri üzrə Dövlət naziri Teoxvlediani Çin Xalq Respublikasının etnik məsələlər üzrə Milli Komissiyasının komissarı Gin Yigi və onu müşayiət edən nümayəndə heyəti ilə rəsmi görüş keçirib. Yüksək səviyyəli səfər Dövlət nazirinin aparatı tərəfindən qəbul olunub və Gürcüstan-Çin hər tərəfli strateji tərəfdaşlığı çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədini daşıyır. Tərəflər gələcək prioritetlər üzrə fikir mübadiləsi aparıb və əməkdaşlığın dərinləşdirilməsi yollarını müzakirə ediblər. Səfər çərçivəsində Çin nümayəndə heyətinin Gürcüstanın icra edici və qanunverici hakimiyyət nümayəndələri ilə tanışlıq və işçi görüşlərinin keçirilməsi də planlaşdırılır. Gürcüstanın Ədliyyə naziri Adel Salih Avropa Şurasının Nazirlər Komitəsinin iştirakçılarına maliyyə cinayətlərinə qarşı mübarizə sahəsində Gürcüstanın təcrübəsini bölüşüb. Nazir, pul yuyulması və maliyyə cinayətlərinə qarşı mübarizə ilə bağlı mövcud çağırışlar və onların qarşısının alınması məsələlərinə həsr olunmuş nazirlər səviyyəsində keçirilən iclasda çıxış edib. O, pul yuyulan qarşı mübarizə mexanizmləri barədə danışaraq bildirib ki, bu mexanizmlərin effektivliyi qanunun aliliyinə, iqtisadi təhlükəsizliyə və
və demokratik institutlara ictimai etimadın güclənməsinə birbaşa təsir göstərir. Onun sözlərinə görə, maliyyə cinayətləri getdikcə daha mürəkkəb formalar alır və virtual aktivlərdən, eləcə də yeni maliyyə texnologiyalarından istifadə edir. Bu çağırışa ən yaxşı cavab isə iqtisadi cinayətlərə qarşı mübarizə aparan mütəxəssislərin imkanlarının gücləndirilməsi və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıqlardır. İnfrastruktur və tikinti developer layihələrinin iqtisadi inkişafda təsiri mövzusunda keçirilən forumda Gürcüstan İnfrastruktur Naziri Revaz Soxadze iştirak edib. Nazir forum iştirakçılarına nazirliyin planlaşdırdığı və hazırda icra olunan strateji infrastruktur layihələri barədə məlumat verib. Müzakirələr yol dəhlizlərinin və ictimai infrastrukturun inkişafı istiqamətlərini əhatə edib. O, xüsusilə böyük miqyaslı infrastruktur investisiyalarına diqqət çəkib və bunların ölkənin uzunmüddətli iqtisadi inkişafının əsas dayaqlarından biri olduğunu bildirib. Onun sözlərinə görə, belə layihələr iqtisadi aktivliyin artmasına, özəl investisiyaların cəlb olunmasına, regionların inkişafına və Gürcüstanın transit funksiyasının güclənməsinə töhfə verir. Diskusiya çərçivəsində iştirakçılar strateji layihələrin həyata keçirilməsi üçün zəruri qanunvericilik və investisiya mühiti, özəl sektorun iştirakı və yeni iş yerlərinin yaradılması məsələlərini də müzakirə ediblər. Forumda qanunverici orqanın, investisiya, maliyyə və tikinti sektorunun nümayəndələri də iştirak ediblər. Mərkəzi Seçki Komissiyasında Dövlət Audit Xidmətinin hesabatı ilə bağlı brifinq keçirilib. Mətbuat katibi Natya Loselyan bildirib ki, audit hesabatı ətrafında yanlış şərhlər yayılır və buna görə də ictimaiyyətə izah verilməsi zəruri olub. Onun sözlərinə görə, hesabatda əsaslı qanun pozuntularından, maliyyə resurslarının məqsədsiz xərclənməsindən və ya Mərkəzi Seçki Komissiyasının fəaliyyətinin qanuniliyini və dürüstlüyünü şübhə altına alacaq digər pozuntulardan bəhs edilmir. Loselyanın açıqlamasına görə, audit tərəfindən verilmiş 7 tövsiyədən 6-sı artıq yerinə yetirilib, biri isə icra mərhələsindədir. Mərkəzi Seçki Komissiyasında bildirilib ki, hesabatdakı qeydlərə əsasən iş prosesinin təkmilləşdirilməsinə aiddir. Onun açıqlamasına görə, 2023-cü ildə əlavələr və bonuslar vəzifə maaşının 12,5%-ni, 2024-cü ildə isə 12,3%-ni təşkil edib və bu göstəricilər seçki məcəlləsi ilə tam uyğun olub. Onun qiymətləndirilməsinə görə audit hesabatı Mərkəzi Seçki Komissiyasının fəaliyyətində əsaslı pozuntuların olmadığını təsdiqləyir və tövsiyələr yalnız inzibati proseslərin təkmilləşdirilməsinə yönəlib. Təhsil Naziri məktəbli müsabiqəsinin Mən Abxaziyaya qaydanda qaliblərini mükafatlandırıb. Givi Mixanadze müsabiqə çərçivəsində Abxaziya ilə bağlı məlumatlılığın artırılmasına, gələcəkdə sülh şəraitində birgə yaşayış vizyonunun formalaşdırılmasına və gənclərin prosesə cəlb olunmasına xidmət edən təhsil təşəbbüslərinin əhəmiyyətindən danışıb. Müsabiqədə 400-ə yaxın dövlət və özəl məktəb, 2500-dən çox şagird iştirak edib və ümumilikdə 1270 iş hazırlanıb. Müsabiqə çərçivəsində müxtəlif yaradıcı layihələr hazırlanıb. Konsepsiya, esse, videoçarx, müsahibə, rəsm, informasiya bukleti və digər formatlar. Qalib şagirdlər kompüter texnikası və aksesuarlar üçün hədiyyə kartları ilə mükafatlandırılıblar.